Herkese salam, kanalıma ve yeni vloguma hoş gelmişsiniz. Necəsiz qızlar? İnşallah herkesin keyfi, əhvalı yerindədir. Bizlər də çox şükür yaxşıyıq. Yeni bir vlog başladıram. Vloga keçməmişdən öncə, əgər hələ də abunə deyilsinizsə, zəhmət olmasa abunə olaraq mənə dəstək ola bilərsiniz. Sizə xoş izləmələr. Kızlar, adi keks xəmiridir. Hər bir şeyini tökdüm. İndi onu tökürəm. Gözə yağı tökəcəm onda. Ardınca da fındıq ilə şokoladı töküb qarışdıracağım. Və bu qədər. Qoyacağım duxovkaya pişməyə. Keksi qarışdırarkən sizə bu spatula dəstini göstərmək istədim. Çox razı qalmışam bu qaşıqlardan. Hətta ağ rəngini belə almışam. Keçən il Temudan sifariş etmişdim. Artıq neçə vaxt istifadə edirəm və heç bir yanma, qopma kimi bir hal baş verməyib. Bütöv olmaqda yaxşıdır ki, arasına su falan dolmur. Kodunu da əlavə elədim sizlər üçün. İstəsəz baxarsınız. Kızlar, keksimiz de hazırdır. Uşaqlara da verdim. Üzəri üçün şokolad da hazırlamışam. Şokoladı əritdim. Tökəcəm üzərinə. İçərisini göstərmək istəyirəm sizə. Həm şokoladlar əriyib, həm də ki fındıqlar da içərisində xüsusi bir dad verir. Adi keksi sadəcə içinə belə öz sevdiyiniz ərzaqları qatırsınız. Uşaqlar da yeyirlər, xoşlayırlar. Və belə. Sizə də fikir olsun, tez-tez hazırlayın, nuş eləyin. Üzərinə plitka şokoladı əritdim, tökdüm. Sadə də saxlamaq olar. Şəkər pudrası da tökə bilərsiniz. Tamamen öz ağız dadınıza uyğun. Necə bəyənirsinizsə, elə də hazırlaya bilərsiniz. Raul. Raul. Mamaşi. Neyini sen burada Raul? Fındık istəyirsən? Götür de. Şkafda. Bilmirəm, Raul hara qoyub bilmirəm. Raul'un əlindən heç nə yerində qalmır. Üst-üstə domiklər dikir burada. De orada var. De orada. Ajda. Ona sən. Götür get. Ada, neyinisən burada? Hı? Ne yiyirsən? Raul, mamasi. Raul danışmır kızlar, biraz tembeldir. 2 yaş olmağına baxmayaraq hələ danışmır. Ama ürək istəyəndə mama azad, yəni belə çağırı bilir, amma o qədər də danışmaqla arası yoxdur. Ajda bütün gün Raul'un yerinə də danışır, öz yerinə də danışır, amma Raul danışmaq istəmir. Neysə. Hə, yaxşı. Mən istəyirəm sənə kimi danışsın da Raul. Hə, inşallah. Həli Raul. Hə, biraz uşaqları da göstərdim sizə. İndi keçək işlərimizlə məşğul olmağa. Əgər bura kimi izləmişsinizsə, deməli videom xoşunuza gəlib. O zaman dəstək olmaq üçün abunə olmağı və videonu da bəyənməyi unutmayın. Keçən dəfə bir izləyici yazmışdı ki, kanalınız maraqsızdır, ona görə abunə olmuram. Ola bilər, zövqlər müxtəlifdir. Hər kəsi bəyənmək məcburiyyətində deyil əlbəttə ki. Amma əminəm ki, bəyənərək izləyən xanımlar da var və görürəm ki, bir çox izləyicilərim sevərək izləyirlər. Ona görə də çalışıram ki, hər gün aktiv olum. Ən azından shorts paylaşım sizlər üçün və ən əsası da mən bu işi sevərək
istəyərək edirəm. Həm işimdir mənim, həm də hobbim. Biraz da xasiyyətimdən irəli gəlir ki, mən əgər nəsə edirəmsə, professional şəkildə etməyə çalışıram. Əgər belə olmasaydı, videolarımı montaj etmək üçün tətbiqi ödənişli şəkildə istifadə etməzdim və yaxud hər hansısa bir planşet almazdım. Şəxsən mən sevmirəm videolarımda tətbiqin loqosunun görsənməyini. 4K videolar çəkirəm və pulsuz versiyada keyfiyyət dəyişir. Onu keyfiyyətli saxlamaq üçün ödəniş etmişəm. Təbii ki, hər vlog çəkən xanım etməyə bilər. Bunu tətbiqə pul verməkdənsə bu pulu özümə xərcləyərəm deyə düşünə bilər. Bu tamamilə hər kəsin öz haqqıdır, öz seçimidir. Amma dediyim kimi, bu mənim xarakterimdən irəli gəlir ki, mən videolarımı keyfiyyətli şəkildə sizə təqdim etmək istəyirəm və edirəm də deyə düşünürəm. Əgər alınırsa, sizlər də yorumlarda yazın, necədir, keyfiyyətlidir videolarım yaxud yox. Bunu isə sizlərin öhdəsinə buraxıram. Yorumlarda mənə cavab olaraq geri dönüş edərsiniz. Hə qızlar, başım da qarışdı söhbətə. Deməyi də unutdum ki, dolabın içərisini səliqəyə salıram. Burada daha çox stakanlarım və hər hansısa bir sunumluq qablarımdır. Hamısı burada deyil, bəziləri buradadır. Amma yenə də hara nə qoymuşamsa elə orada da qalıb, səliqəli şəkildə yerləşdirmişəm. Elə əlimə atan kimi də tez götürürəm. Ona görə yerlərini dəyişmək istəmirəm, çünki qatma qarşılıqlı düşəcək. Düzdür, əvvəllər çox tez-tez dəyişirdim qablarımın yerini, amma öyrəşdiyim düzənə oturandan sonra artıq dəyişmirəm, elə də qalıb. Burada da tosterim falan var deyə çörək qırıntısı olub dolabın üzəri, fikir verməyin, indi silib təmizləyəcəm hamısını. Yuxarı olduğu üçün də çox boyum çatmır. Ona görə də çox tez-tez təmizləyə bilmirəm. Düzdür, indi nə var, adi stol çəkib təmizləmək olar, amma yəni hər dəfə ora çıxmaq olmur. Ona görə də çıxmışkən qəşəng şəkildə təmizlədim. Tərtəmiz oldu. Yerlərinə yerləşdirdim hamısını. Gördüyünüz bu aradakı rəfi də qaynatam düzəltmişdi illər öncə mənim üçün. Bu stakanlar falan çox böyük olmadığına görə, dolabın içərisi də çox geniş olduğu üçün, yəni hündür olduğu üçün bəzən olurdu ki, elə çox boş yer qalırdı. O taxtanın da rəfi də istəməyimdə məqsədim onun üstünə də gördüyünüz kimi yəni əlavə hər bir şey qoymaq olur. Yəni rahatlıq baxımından hazırlamışdı mənim üçün qaynatam, sağ olsun. Keçən dəfə də bu ədviyyat qabını bir yerdə doldurmuşduq qızlar, yadınızdadırsa. Görürsünüz ki, artıq duz bitməyə üzrə idi. Yenidən əlavə elədim üzərinə. Bir də boş qalan qabım da var idi. Axırda elə 2 dənəsini də duz elədim ki, istifadəsi rahat olsun. Yoxsa çatdırmaq olmur onun içərisini duzla doldurmağa. Biz də maşallah duzu bol istifadə eləyirik yeməklərdə. Ona görə də ikisini də duzla doldurdum qızlar. Və qızlar, uşaqları yedizdirdim. Bayaq da bu dolabı göstərdim də, yəni buranı sildim. Buradakıları da çıxartdım hamısını. Burada əlavə qablarım var idi, istifadə eləmirdim. Çünki digər şkafda da var, duzu falan yəni ora qoyuram. Ona görə buradakı qabların bəzilərini çıxartdım. Verəcəm mamaya, əgər istifadə eləsə, o istifadə eləyər öz üçün. Və belə, buranı da belə boşaltdım, səliqəli oldu. Yuxarını hələ ki yığmağa halım yoxdur. Uşaqların yeməyini verdim, indi özüm də bir şey yiyeyim. Dünən kotlet eləmişdim yenə, amma çəkiliş eləmədim. Təzə, yəni bir yerdə də kotlet hazırlamışdıq. Ona görə çəkiliş eləmədim. Bir dənə bura qaldı, bir də buranı eləyərəm. Bura hələlik qalsın, çünki orada çox stakan falan var. Orada vəbşə qarışıqlıqdır. Hələ oranı eləyəməyəcəm. Burayla bu ikisini də eləyərəm. Buranın üzərində də biraz yağ ləkələri var. Onları da sürtərəm. Və bugünlük bu qədər. Hər dəfə elə bir dənə dolabı silsəm, məncə bəs eləyir. Çünki birdən-birə özümü yormaq istəmirəm.
Ona görə çalışacağım hər dəfə bir dənə dolabı silim ki, aradan çıxsınlar, çox iş qalmasın mənə. Bir də ki, qızlar, keçən dəfə dediniz ki, bunun haqqında danışın. Baxın, yəni heç bir düşmə falan yoxdur. Yoldaşım da bu 2 dənə pastanın ikisini də çıxardıb qoyub bura, bilmirəm niyə. Bələnlərə dolduraq bunları digər pastalarla falan. Yəni görürsünüz, baxın, nə qədər şey qoydum və ağırlığa dözümü var. Bunu da soruşmuşdunuz ki, razı qaldım ya yox. O qədər də razı qalmadım. Heç bir effektini görmədim. Ona görə də məsləhətli deyil. Elə onu almaqdansa hər hansısa bir 3D White olan diş pastasını almaq daha məntiqlidir məncə. Baxın, gördüyünüz kimi burada da baxın, çox gözəl şəkildə yapışıb, heç bir qopma falan yoxdur. Ağırlığa da dözür. Bu şuruplar vasitəsilə saxlayır özünü. Yəni məsləhətlidir qızlar. Temudan almışdım. Sizlər də baxa bilərsiniz. Kodunu əlavə eləyəcəm. Bir də bu fırçanı da soruşmuşsunuz. Bu fırça isə kafellərin arasını sürtmək üçündür. Baxın, belə sürtüb arasında olan saralmaları falan təmizləmək üçündür. Ala bilərsiniz. Çox sərt fırçası var. Mən də tez istifadə eləyirəm. Bir dəfə də, düz mən hamamı çəkməyi o qədər də sevmirəm. Amma bir dəfə də kafelərin arasını təmizləyərkən sizlər üçün də çəkiliş eləyərəm. Və belə, Zahidqam da azda gedim telefonu qoyum Zahidqaya. Hələ yeməyimi yeməmişəm. Açam tez yemək yeməyə. Biraz da telefonum Zahidqaya yıxsın. Bu dəfə isə qazın üzərini nəm salfet ilə sildim. Keçən dəfə almışdım, amma istifadə eləmirdim. Həm də qazın üzəri o qədər də çirkli olmadığına görə dedim, nəm salfet ilə tez silim. O da tez aradan çıxsın, çünki digər işləri görərkən artıq yorulmuşdum. Buranı da gördüyünüz kimi bir çırpma ilə həll elədim və mətbəxim oldu tərtəmiz. Bəzən düşünürəm ki, yaxşı ki elə bu tozsoranı almışam qızlar, çox əlimdən tutur. Elə nəsə dağılan kimi tez süpürüb tozsoranlaya bilirəm hər yeri, həm divanın üzərini. Divanın üzərində gördüyünüz ləkələr çoxdan, yəni qalan ləkələrdir. Onlar çıxmır, nə qədər də sürtsəm də. Bəlkə də görmüsünüz, divanı bəzən Finish'in tableti ilə suda açıb, əskini yaş eləyib, həmin o əski ilə tez-tez sürtürəm, amma yəni orada çıxmayan ləkələr çoxdur. Divanı yeni alan vaxtı üstünə örtüyü salmırdıq. Ona görə də biraz siqaret falan ləkəsi düşüb, yanıb, yəni ki, yaxşı vəziyyətdə deyil. Yoldaşım keçən dəfə təklif elədi ki, divanı dəyişək, amma istəmədim, çünki təkcə divanı dəyişməklə olmur. Yəni aboyları dəyişmək lazımdır. Aboyu dəyişmək üçün yeni bir dizayn vermək lazımdır. Arzudan otağında ağ laminat elədik, amma digər otaqlar qəhvəyi rəngdədir laminatımız. Laminatı dəyişsə, gərək twist-end də sökülsün, çünki onun alt hissəsində laminat yoxdur. Yəni elə əvvəllər elə düzəldilib ki, onun alt hissəsinə laminat vurulmayıb. Yəni ki, bu bir domino sırasına oxşayırdı. Bir dənəsi tərpəndisə, qalan hamısını da yerindən tərpədir. Təkcə divanı dəyişməklə bizim işimiz düzəlməyəcək. Zalda başqa təmir olunası yerlər də çoxdur. Ona görə də hələ divanı dəyişmək qaldı. İstəmirəm, çünki nə də olsa dəb də dəyişir. Dəb də tez-tez dəyişir. Yəni alıramsa zalın remontuna uyğun bir şey almalıyam. Bilmək olmaz, bəlkə tərzini də dəyişdik zalın. Ona görə hələ ki divanı almaq fikrimizdən daşındıq. İnşallah xeyirlisi, tək salamatçılıq olsun. Onu da bir gün həll eləyərik. Görürsünüz də qızlar, divanın altından nələr çıxır. Raul əlinə nə keçdi, çıxır divanın üstünə, arxa hissədən tullayır hər şeyi ora. Hər dəqiqə divanı çəkib arxasını təmizləmək olmur, çünki Raul dayanmır da, yəni necə izah edə bilərəm sizə. Bu uşaq həqiqətən dayanmır, enerjisi tükənmir maşallah. Əlinə də nə keçdi, tullayır hamısını divanın arxasına.
our first time, our first date. You're so fine. Və yenə paltar. Yenə bu paltarlar məndən əl çəkmir. 3 dəfə işləmişdi. Həm rəngli, həm qara, həm ağ. Görürəm xanımlar siz də yazırsınız ki, bizdə də paltar qurtarmır. Yəqin ki, paltarın çoxluğundandır da, yoxsa başqa açıqlaması yoxdur. Paltar niyə qurtarmır? Hər gün paltar yolur, amma yenə də paltarlar qurtarmır ki, qurtarmır. Hə, kaş ki hər şey belə bir çıxma ilə həll olsaydı, nə gözəl olardı həqiqətən. Elə bir sehirli güclərimizin olmağını çox istəyərdim. Amma yenə də biz xanımlar düşünürəm ki, həmin o sehirli güclərimiz olmasa da belə çox güclüyük. Çünki evin işlərini idarə eləyə biliriksə, həqiqətən də güclüyük. Bəzilərinə bu çox sadə də gəlsə, çox əziyyət tələb edən işdir. Hələ körpə uşaqlı qadınlar üçün məncə daha çətindir. Nə də olsa axşam gecələr oyanan uşağa baxmaq, daha sonra səhər yemək, evin işləri, bəzən də olur ki, özümüzə baxmağa vaxt ayıra bilmirik. Amma mənim rəhmətlik babamın bir sözü var idi. Allah ona rəhmət eləsin. Həmişə deyərdi ki, çalış yoldaşından əvvəl tez dur, 5 dəqiqə 10 dəqiqə də tez dur, özünə bax, makiyaj elə, qoy yoldaşın səni heç vaxt bəzəksiz, yəni pis gündə, baxımsız vəziyyətdə görməsin. Çalış hər zaman baxımlı ol. Çox vaxtda onun o sözünü düşünərək hər zaman özümə baxmağı öncəlik tuturam. Ən azından bir tuş çəkib, saçımı daramağı belə özümə bir baxım kimi görürəm. Nə də olsa, ən əsası bizim keyfimiz yaxşı olmalıdır ki, həmin o enerjini də ailəmizə ötürə bilək. Və burada da artıq vloqumu sonlandırıram qızlar. İzlədiyiniz üçün təşəkkür eləyirəm. Abunə olmağı və videonu da bəyənməyi unutmayın. Özünüzə yaxşı baxın. Hələlik.